Keçən dəfə çiyələ yeyirəm maşında. Hamı da nə yazıb mənə? Eşikdən yeyir deyir, ən azından yox. İnanın ki, həyətdə bizdə su axır. Mən də həmin suyla bütün patokda olan çiyələkləri o qədər gözəl yumuşam ki, bəlkə o deyənlər elə o qədər də yumur. İndi də qəşəng alçalara duz səpəcəm və yeyəcəm. İnanın ki, bu səhifəni pul qazanmağa mən idarə etmirəm. Mənə o qədər reklam üçün yazan var. Hər birini reklam eləyə bilərdim. Etmirəm. Çünki mən xoşum gəlir bu videoları paylaşmağa. Xoşu olanlar məni izləsinlər. Xoşu olmayanlar məni izləməsinlər. Bəzilərinə xoş gəlir. Baxır, gedir, alır, yeyir. Bu da bir tərəfdən sağdır. Bəzisi deyir ki, sən yeyirsən, bəlkə başqasının yoxdur. Bugün evində yeməyi olmayan, çörəyi olmayan bir insanı tanımıram. Hər biri yaxşı yeyir də, içir də, qəşəng məndən də yaxşı telefon modellərini alıb işlədir də. Ona görə hər birimizə Allah can sağlığı, mənə nuş olsun. Siz də göz haqqınızı halal edin.